Hamını salamlayıram. Alanya'nın mərkəzindən əziz dostlar. 1 iyun 2026-cı il artıq rəsmən yay qədəm qoydu. Yayın 1-ci ayı və 1-ci günü. Sizə bugün Alanya'nın mərkəzini göstərmək istəyirəm. Mənim ən çox sevdiyim hissədir bura. Baxın, gözəl çimərlik və Alanya qalası. Qarşıda Alanya qalasıdır. Bura tam Alanya'nın giriş hissəsidir. Bizden arkada bakın bu gördüğünüz yer Ellis Rife otelidir. Yeni təmir olunub. Birbaşa dəniz mənzərəli Ellis Life. Girişi qarşı tərəfdədir. Ellis Rife. Bəli. Çox gözəl təmin olundu. Əvvəl burada eski bir otel var idi. Gözəl restaurasiyadan sonra böyle qəşəng lüks. İçi də çox gözəldir, fərahdır. Biraz əvvəl içinə girmişdim. Və ənənəvi videolarımı həmişə Mahmudlardan çəkirdim. Bu dəfə qərar verdim ki, bu gözəl ərazidən başlayaq. Üzü qarşıya tərəf gedək. Ümumiyyətlə maşınla həmişə buradan Alanya mərkəzinə daxil olanda bu gözəl mənzərəni görürsən, adamın ürəyi açılır, xoş təsir bağışlayır. Baxın, bu arxa tərəf Mahmudlara giden yoldur. Alanya, Oba, Tosmur, Kestel ve Mahmudlar. Dalbadal bu tarafa gedirik. Burada da güzel gəzinti hissəsi, velosiped hissəsi, samakatlar velosipedlər üçün, piyada hissəsi. Akşamlar çox insanlar yürüyüş yapır burada. Güzel palma ağaçları. Havanın temperaturu hal-hazırda saat 6'dır. 27 derece gösterirdi. Ve buradan o tarafa Alanya mərkəz başlayır. Şimdi baxacağıq Alanya mərkəzdə 1 iyun 2026-cı il saat 6'da ne var ne yok. Bu tarafta bakın su idmanıyla məşğul olmaq istəyənlər. Bu haqda deyim ki, belediye artık bu işi nəzarətə götürüb, belediye xüsusi məntəqələr yaradıb su idman növləri üçün. Sayını da açıklamıştılar ve bir neçə daha yer yaradacaklar. Yani evvel kim harda necə geldi məşğul olurdu bu işten. İndi xüsusi yerləri olacak. Və bu tarafa keçirəm, sahil tərəfə. Trenajör aletlərin yanı ilə keçək. Burada məşq edən adamlar da var. Alanya qalası da oradan da çox gözəldir. Burada da insanlar istirahat edirlər, qum üstə dənizə girirlər. Turistləri artıq hər yerdə görmək olur. Hər yerdə turizm sezonu çox sürətli davam edir. İnsanlar axın-axın Alanya'ya gəlirlər. Mən buna əminəm ki, Alanya'ya bir dəfə gələn adam yine gelmek istəyir və bura gələnlərin əksəriyyəti davamlı gelen insanlardır. Deməli, Alanya mərkəzdə bu hissədə, qarşı tərəfdə köhnə binalardır, butik otellərdir, kafelərdir və əsasən alış-veriş, ticarətlə məşğul olması üçün mağazalardır. Bax, belə üzü o tərəfə doğru gedirik. Yolun solunda isə club beachlərdir, club restoranlar, şəxsi çimərliyi olan gözəl restoranlar var. Burada bir çimərliyin girişi var, belə baxaq buradan. Buradan Alanya üçün darıxan hər kəsə salamlar. 14 nömrəli çimərliyin ərazisidir. Kabanalar var, şezlonglar, şəmsiyələr. Alanya'da çimərliklər hər kəsə açıqdır. İstədiyiniz yerdə gətirib öz dəsmalınızı və ya həsirinizi sərib oturub uzanıb istirahət edə bilərsiniz, suya girə bilərsiniz. Bu ücretsizdir və istənilən yerdə duşu ücretsiz, pulsuz istifadə edə bilərsiniz. Bunun üçün heç kəsin haqqı yoxdur sizdən pul tələb eləsin. Bunu mən hər il qeyd edirəm ki, bilməyən turistlər də bilsinlər.
Və bu son illərdə bu heykəllər çoxalıb, hər yerdə belə heykəllər, daşdan yonulmuş əsərlər qoyulur. Alanya Belediyesi Xalq Plyajı. Belediyə baxın, belə götürüb nəzarətə, can qurtaranlar qoyub, yəni qəşəng yaradıb buraları. Baxın, itlə, köpək yazıb orada, qadağandır girmək. Yəni hər şeyi yüksək səviyyədə təşkil edib. İlk yardım, telefon, VC, köpək girəməz, səyyar satıcı girəməz və s. Tüm bilgilər yazılıb, nəzarətli şəkildə idarə olunur. Bu yaxşı haldır əlbəttə ki. Və axşamlar burada oradan da maraqlı olur. Çoxlu insanlar burada gəzişir. Baxın, otellərdən insanlar çıxırlar, gəzirlər. Vien Star Otel, Eftalia Otel var qabaqda. Hawaii Suite Beach Otel və s. Belediyə infrastrukturaya da xüsusi nəzər yetirir. Baxın, növbənöv trenajorlar, uşaqlar üçün oyun yerləri salınır. Bu da çox gözəldir. Burada da sərinləmək istəsəniz, təbii meyvə şirələri içə bilərsiniz. .01 06 2026 17:49. Daha bir balığın içine köhnə butulkaları filan atıblar. Maraqlı bir şey yaratmaq istəyiblər. Bilmirəm nə dərəcədə alınıb. Və burada yaşıllıq, sol tərəfdə dəniz, quşlar cəhcəh vurur. Qəşəng gəzə bilərsiniz. Təsəvvür eləyin, gəlmişsiniz istirahətə, bu otellərdən birində qalmışsınız. Məsələn, burada Eftalia Otel. Düz şəhərin mərkəzində çıxırsınız, yolu kesirsiniz çimərlik, gəzirsiniz. Miami, yəni Miami'dən qat-qat üstün olmasa da olacaq inşallah. Və burada Eftalia Otelin sahili, çimərliyi, Eftalia Beach. Belə abunəçilərimiz çoxalır, hamıya təşəkkür edirəm. Artıq 23.000-i keçmişik, inşallah 25.000-ə çatanda yenə də təşəkkür video çəkəcəm. Axırıncı dəfə 20.000-də çəkmişəm. Əvvəllər hər 1000-dən bir çəkirdim, indi çox sürətlə artırıq deyə çalışacağım 5000-dən bir izləyicilərimizə öz təşəkkürümü xüsusi çatdırım. Alanya'da hər yerdə güllər, çiçəklər. Baxın. Bunlar ramaşka. Sonra bu tərəfdə beqanvillər, ağ olur, çəhrayı olur. Hər cür yaşıllıqlar, palmalar, ağaçlar. Adama zövq verirdi oradan da. Allah hər kəsə çox gözəl istirahət, gözəl yerlərdə, şəhərlərdə, ölkələrdə tətil qismət eləsin, imkan yaratsın, maddi imkan versin inşallah. Bura gəldik, çıxdıq Flamingo Beach restoran. Buradan videomuz var nə vaxtsa. Çox gözəldir. Gəlirsiniz, qəşəng oturub yemək yeyirsiniz, düşürsünüz sahildə, çimirsiniz. Və bundan sonra dalbadal belə beach restoranlar var. Bu isə Louis Beach Lounge restoran. Bunların hamısından mənim videom var. Restoranın adını yazıb Arzu Nəsibov YouTube'da baxa bilərsiniz. Louis Beach'in önündə bax belə taxtadan hazırlanmış maraqlı bir giriş hissəsi var. Hamısının içi özünə məxsus, gözəldir, qəşəngdir.
Bu tərəfdə isə daha bir otel, Barham Beach Otel. O belə köhnə apartamentləri alırlar və yerinə apart otel düzəldirlər. Otel statusu alıb apart otel və otelə çevirmək olur. Yatırımcıların nəzərinə. Kim istəsə bizdə satışda otellər də var. Butik otellər təklif eləyirik öz müştərilərimiz. Bu da məşhur Paşa ət balıq restoranıdır. Bu restoranların hamısının mükəmməl mənzərəsi var. Oturursunuz düz dənizin kənarında istirahət edirsiniz. Burada əziz dostlar, baxın yuxarıda quşlara necə gözəl yuva qurublar. Yuva tikiblər, qəşəng. Quşlar gəlir orada, rahat sığınırlar ora. Belə 11-12 dəqiqədə artıq Alanya'nın giriş hissəsini göstərdim sizə və balaca da olsa xoş hisslər bəxş elədimsə mənim üçün çox yaxşı oldu. Təşəkkür edirəm hamıya, izlədiyiniz üçün minnətdaram. Hamını Alanya'da gözləyirik. Mənzil, ev, villa, otel, torpaq sahibi olmaq istəyənlər əlaqə saxlayın. Bütün videoların altında nömrəmi qeyd edirəm. Bu həm Türk nömrəsidir, həm də WhatsApp nömrə. Sağ olun, var olun. Gələn videolarda görüşənədək.